müddətdə sonradan iştirak etməyə başladı. Beləliklə Tural Qurbanovun işarəsi gəldi və Kəpəz Turan Tovuz derbisi start götürür. Standart vəziyyət yerinə yetirilir. Təhlükəli vəziyyət və Məmməd Hüseynov davamında Diogo Verdaşka topu boş qapıdan çıxarır. Bir daha baxırıq. Başla zərbə vuruldu. Əvvəlcə Məmməd Hüseynov topa toxundu. Və yeni transfer Mampassinin yekunda fərqlənməyinə Diogo Verdaşka imkan vermədi. Fofana topu cərimə meydançasına ötürür. Kəpəz üçün fürsətdir bu. Burada Kəpəz futbolçuları nəyi bildirirlər? Buna baxaq. Burada Paçunun zərbəsi zamanı top meydançasının daxilində təhlükə yaranmışdı. İndi Kəpəz yenə də həmləsini davam etdirir. Başla zərbə çox təhlükəli idi. Fərid Nəbiyev. Sonrasında onlar da fəallaşırlar və biz təkrara baxırıq. Urtadonu qabaqladı. Fərid Nəbiyev başla zərbə vurdu və onun yerinə Faiq Hacıyev hazırlaşır. Uzaqdan zərbə Məmməd Hüseynov. Biz isə az əvvəlki hücumun zərbənin təkrarını izləyirik. Ayxan Hüseynov top. Yan xəttdən top oyuna daxil edildi. Serrano alınmadı. Hakman, Verdaşka, Rəhim Sadıqov. Birbaşa zərbə indirilir və top qapının üstündən keçir.Lərdən biri də ola bilər, sayıla bilər. Gəncə futbolunun canlı əfsanəsi zərbə indirilir. Burada çox təhlükəli idi. Ayxan Hüseynov. Rəhman Hacıyev. Rəhmanın zərbəsi və gol! Mükəmməl qol vurur Rəhman Hacıyev. Sergey Samok uzun müddət idi ki, gol buraxmırdı. Bu mövsümdə cəmi bir gol buraxmışdı, o da Kubok maçında. Təkrara bir daha baxaq. Qəbul edir. Dərhal zərbə vurur və gözəl zərbə alınır. Çox baxımlı gol alındı. Rəhman Hacıyev bu qolla Qərb derbisində Kəpəz klubuna üstünlük qazandırır. Kəpəz formasıyla ilk qolunu vurur Rəhman Hacıyev. İdi Sergey Samok qol buraxmamaqla bağlı. Və bu statistikadan danışırıqsa, analoji rekord. Daha bir zərbə indirilir. Çox təhlükəli alındı. İkinci qola yaxınlaşdı Kəpəz komandası. Topu yenidən Ayxana qaytarmaq olar. Faiq topu cərimə meydançasına ötürür. Başla zərbə və gol! Jo Batista! Yeganə qolu məhz Jo Batista vurmuşdu və burada da kapitan Verdaşkanı qabaqladı. Və başla dəqiq zərbə vuraraq Məmməd Hüseynovun qoruduğu qapıya yol tapa bildi. Turan-Tovuz futbolçuları da canlı səhətdə həm də qapıçıya mane olmağa çalışırlar. İşarə verilir. Ozoviçin zərbəsi top qapının üstündən keçir. Jorge Silva yan xəttdən top oyuna daxil edir. Məmməd Hüseynov orada qayda pozuntusu qeydə alınmadı və son anda top uzaqlaşdırıldı. Çox maraqlı vəziyyət yaranmışdı orada və hakim gec də olsa, bəli, qayda pozuntusunun olduğunu bildirir. Kimi irəli vurulan kimi oyunu saxladı və qayda pozuntusunu qeydə aldı. Burada Vacı ilə qapıçı arasında bu mübarizə kapitanları çağırdı. Adama Fofana.
Kəpəzin heyətində bugünkü oyunun ən fəal futbolçularından biri də odur. Zərbə indirilir və zərbədə qalınmır. İbrahim Abacı. Həmlə davam edir. Zərbə də indirildi və Məmməd Hüseynov. Həmlə davam edə bilər. Rauf Hüseynli topu uzaqlaşdırdı. Təkrara bir daha baxırıq. Bu vəziyyətdə hətta Ortadoydu zərbə vuran. Kubok oyunlarında Kəpəzlə görüşlərdə 2 dəfə qol vuran müdafiəçi Ortadoy yenə də qol vurmağa yaxın idi. Hətta top Kəpəzin futbolçusuna dəymişdi. İndi yəqin ki o epizod yoxlanılır. Fikir verin. Zərbə anında top Abuladzəyə dəydi. Mümkün penalti, potensial penalti yoxlanışı var. Bəlkə də oyunda son epizoddur bu. Çünki artırılan vaxt da yekunlaşıb. Bəli, bu da son. Yoxlanış bitdi, top ələ dəyməyib. Qayda pozuntusu qeydə alınmır və beləliklə Qərb derbisində bugün çox maraqlı keçən mübarizənin sonunda 1-1 hesablı bərabərlik qeydə alınır. Bu rakursdan baxırıq. Bəli, həqiqdən də orada əlinə də dəyməmişdi, bədəninə dəymişdi Matej Abuladzənin. Beləliklə Qərb derbisi 1-1 hesablı bərabərliklə yekunlaşdı və hər iki komanda aktivinə bir xalı yazdıra bildi.